Bu gün Amerikalı yazıcı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi olan Jack Londondan danışacaq. Oxucular Jack Londonu Ağdiş, Həyat eşqi, Əcdadların harayı, Meksikalı kimi əsərləri ilə tanıyırlar. Əsl adı John Griffith Chain olan Jack London 1876-cı il 12 yanvar tarixində San Fransisko şəhərində anadan olmuşdu. John'un heç bir yaşı tamam olmamış anası John London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul John atalığının soyadını qəbul edir. Jack London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, 14 yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Bering dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir. London yaradıcılığa Yaponiya sahillərində Tayfun adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Qarlar qızı, Dəniz canavarı, Martin kimi romanları yazıcıya böyük şöhrət gətirir. Həyatın amansız zərbələri altında böyüyən gələcək yazıcı özündə güc tapıb ali təhsil almaq üçün çalışır. Berkeley Universitetinə daxil olsa da bir il sonra, yəni 1897-ci ildə təhsil haqqını ödəyə bilmədiyindən ayrılmağa məcbur olur və diplom ala bilmir. Qəribədir ki, bir çox əsərlərində həyatın gözəlliyini, insanın cəsarətini əsas ideya kimi götürən yazıcı öz xəstəliyi ilə mübarizə apara bilməyib və intihar edib. Jack London 1916-cı il noyabr ayının 22-sində Kaliforniyanın Glen Ellen şəhərciyində vəfat edir. Əsərlərinin motivləri əsasında isə 50-dən artıq film çəkilmişdir.